Deməli dostlar, istəyirəm belə bir açım deyim sizə bugün. Ağlımdakı insan. Gəlin ağlınızdakı insan barədə açaq. Görək, kimdir, necə insandır, sizə qarşı nə düşünür? Sizinlə axıra qədər bir yerdə olacaqmı? Maraqlısa, baxın, izləyin. Klas verməyi unutmayın. Enerji admin üçün mənə də xoş olar. Hər halda elə bir çətin bir şey deyil klas vermək. Abunə də olmağı unutmayın dostlar. Əlaqə saxlamaq istəsəz, nömrəmi qeyd edəcəm. Ancaq WhatsApp-a yaza bilərsiniz. Zəngləri açmıram dostlar. Əlaqə saxlayıb şəxsi açımı dilətdirə bilərsiniz. Açarım. Deməli, ağlınızdakı insan iki variant olacaq. Baxırıq birinci, ağlınızdakı insan kimdir? Sizə qarşı nə düşünür? Sizə qarşı nə hiss edir? Və sonuç bu adamla necə olacaq? Sonuç. Axırınız deyək ki, belə. İki variantdır. Birə bu dəfə qoyacağım mavini. İkiyə də yaşlı konfeti. Hansı xoşdursa buyurun baxın. İstəsəz iki adam varsa ağlınızda hərəsinə birinə qoyun. Özünüz bilərsiniz. Bu sizə necə xoşdur elə. Və mən mavidən başlayıram dostlar. Ağlınızdakı insan kimdir? Bu insan öz ayaqları üstündə durmağı bacaran insandır. Öz ayaqları üstündə durmağa çalışan insandır. Problemlərinin üstünə gedən insandır. Zəif insan deyil. Bunu deyə bilərəm. Belə bir insandır bu. Sonra nə düşünür sizin barənizdən? Düşünür ki, siz hər şeylə maraqlanan insansınız. Hər şeyin dərinliyinə gedirsiniz. İnformasiya çoxdur sizdə. İntellektiniz var. Barənizə düşünür və plusda hər şeylə maraqlanan insansınız düşünür. Nə hiss eləyir sizə? Sevgisi var. Sevgisi var dostlar. İnanın var. Var. Bir dəqiqə. Gözlərim yaxşı görmür. Starost не radost. Bu insan sizə ola bilsin nəsə təklif elədi. Evlilik təklif eləyə bilər. Evçilik, evlilik mövzuları ola bilər. Bax 90%'dir burada. Bir çoxunuza belə olacaq. Və sonuç burada necə olacaq? Burada bir çoxunuz necə deyim, evlənəcəksiniz bu insanla. Bunun sizlə ayrılmaq fikri yoxdur. Bir çoxunuz ailə kimi olacaqsınız. Yəni bu insan sizə belə deyim, niyyəti yaxşıdır da. Başa düşdünüzmü? Niyyəti yaxşıdır bu insanın. Belə deyim. Birinci variant. İkinci variant, yaşlı konfeti tutanlar. Ağlınızdakı insan. İmpulsiv adamdır bu. Aktiv adamdır. İmpulsiv adamdır. Bəzilərinizdə polisdir, bəzilərinizdə vayində ola bilər. Amma aktiv, impulsiv, biraz tez əsəbləşən və belə bir xüsusiyyət də var bu insanın. Belə bir insandır. Nə düşünür? Burada da belə pis niyyəti, toçnu yoxdur. Yəni sizin barənizdə stabil, ağıllısınız, stabil insansınız, düşünür. Heç cürə pis bir düşüncəsi yoxdur sizin barənizdə bunun. Düzü. Amma nəsə bir yeni başlanğıc düşünür. Belə bir şey deyim, diqqətlə qulaq asın burada dostlar. Bu adamın özünün ola bilər bəzi problemləri yaranar biraz sonra. Bax, barənizdə pis bir düşüncəsi yoxdur. Hisslər də belə deyim də, demirəm belə sevgi hissi, amma bağlılıq, ehtiras, belə bir şeylər var nəsə. Tərəf addım atmaq da istəyir, amma nəsə olur, nəsə bir maniyə mi deyim, nəsə bir bunun özünün mü deyim problemləri olacaq. Ola bilər axıra qədər burada bax dostlar olmaya bilər də yəni münasibət
getməyə bilər burada. İndi hər halda kartla həyatınızı qurmayacaqsınız ki, bu kartdır. Amma burada sonuç görmürəm, belə deyim də, konkretini deyim. Bir də prosta istəyirəm pis olmayasınız bəziləriniz. Bir kart açacağım sizə. Şans, yəni belə bir ümid varmı? Yox dostlar. Yox. Ola bilsin bu özünün xarakterinə görə, bəlkə də öz səhvlərinə görə bu adamın alınmayacaq burada. Bax belə bir notda sağollaşıram. Şəxsi baxım üçün yenə deyirəm, əlaqə saxlayarsınız, nömrəmi yazacağım. Sağ olun.